Bu sualı bax belə cavablayacağam mən. Yəni bunu qaqaşların hamısı bilir də bu nə deməkdir. Burada kimsə nə bilim, ay bunu niyə cavablamısan, bunu niyə belə demisən, zat deməsin. Yəni belə bambıllıq eləməyin. Canlıda da, canlı yayında yəni. Belə hətta küçədə də yaxınlaşıb mən tək olanda soruşan oğlan uşaqları olur. Ona görə də mən bunu cavablamaq məcburiyyətindəyəm bildiyim şəkildə. Ay atım ChatGPT-dən oxuyum, ay atım oradan oxuyum, razı deyim, yox. Sadəcə olaraq bu günə qədər yaşadığım təcrübədən və gördüyüm belə deyək də məsləhətlərdən, hansı ki həkim məsləhətindən, özüm gəlib həkimin yanında oturmuşam, həkim mənə məsləhət görür. Mən onu sizə deyəcəm. Uşaqlar, 31 birbaşa sizin psixologiyanıza, gələcək həyatınıza ziyandır, asılılıq yaradır. Bəli, gələcəkdə sizin üçün böyük problemlər yaradacaq. Mən bunu sizə əminliklə deyirəm. Yəni davamlı şəkildə hər gün elədikcə, yəni bu biz. Amma bunun məşqə, əksəriyyətin verdiyi sual nə deməkdir? Yəni bunun məşqə bir zərəri varmı? Məşqdən sonra onu eləyəndə vəssalam elədiyim məşq boşuna gedir. Bu cür belə şeylər var da, miflər var da. Yəni bu cür fikirlər var ki, məşqdən sonra getdin, nəsə elədinsə, ha 31, ha başqa şey nəsə də məşq getdi boşuna. Əzələ boşaldı, təmiz vəssalam, məşq elə bir ki, eləmədin. Təbii ki, belə bir söhbət yoxdur. Yəni onun sənin əzələvə heç bir aidiyyatı yoxdur. Da sən manyak kimi 10 dəfə, 15 dəfə eləsən, əlbəttə ki, o ki sənin orqanizm və beynivə də zərəri var, əzələvə də sən korpus və ayaq dırnağına qədər zərəri var, o heç. Amma sırf onun əzələ barəsində belə sənə deyim ki, yəni sənə pis günə qoyurzad, yox. Amma mütləq ki, problemlər yarada bilər. Onun üçün açıb həkimlərin məsləhətinə qulaq asmağınızı məsləhət görürəm və həkimin mənə dediyini mən sizə çatdırıram. Həkim mənə nə deyib? Bax, həkim mənə dediyi şeyi deyirəm, yəni şəxsən ki, yəni onun mən də soruşuram həkimdən. Mən elə bilirsiniz ki, mən elə anadan gəlmə də hər şey bilən olmuşam, çox şey bilən olmuşam. Yox. Sən mən belə deyim də, ancaq bu videoya kişilər baxsın da, yəni qaqaşlar baxsın. Sən onu özün öz əlinlə tənzimlədikcə sabahlarım başqa şeyə cavab verməyi biraz çətin olur. Yəni sənin bütün hissiyatını öldürməsi ehtimalı var. Yenə deyirəm, asılılıq yaradır, olmaz. Gələcək həyatınızda böyük problemlər yarada bilər. Sonsuzluq yox ha. Amma belə deyək də sizin üçün nə kimi problemlər yarada bilər? Hissiyatın vaxtından əvvəl ölməyi, erkən nə bilim filan şey. Yenə deyirəm də mən bu sahənin həkimi deyiləm, amma mənə soruşursunuz hər dəfə 31 ziyanlı, 31 psixoloji cəhətdən ziyanlı məsləhət görmürəm. Vəziyyətiniz çox pisdirsə, o halda yəni nəsə eləmək olar, amma belə gündəlik həyat tərzinə çevirməyə məsləhət görmürəm. İdmana da yəni idman barəsində heç bir zərəri yoxdur. Ay əzələm boşaldı, aynen filan şey oldu, filan şey oldu. Ümidvaram ki, bu videonu başa düşdünüz. Maksimum dərəcədə çalışdım ki, həqiqətən də siz üçün izah eləyə bilim. Gələcəkdə mütləq ki, maraqlı videolar siz üçün çəkəcəm. Matı.